Salam hörmətli tamaşaçılar, hər birinizi salamlayırıq. İdman TV'nin canlı yayımında qadınlardan ibarət milli komandamızın dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığmasına qarşı oyunu təqdim olunur və qeyd etmək istəyirəm ki, qarşılaşmadan əvvəl bir sıra tədbirlər, eyni zamanda sosial mesaj da var idi. Futbolçuların yanında biz İki futbolçu yeri gəlmişkən bugün söhbət Sevinç Cəfərzadə və Nigar Mirzəliyevadan gedir. Hər biri Azərbaycan milli komandası niyyətində 50 oyun keçiriblər və bu münasibətlə AFFA adından yubilyarlara xatirə olaraq millinin rəsmi forması verildi və formanı futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, eləcə də Gənclər və İdman naziri Fərid Qayıbov təqdim etdilər. Eyni zamanda qeyd etdiyim kimi burada bir sosial mesaj da var idi. Bu barədə məlumatı sizə bildirim. Daha sonra sözsüz ki, heyətlərə və oyun ətrafında olan məsələlər haqqında da danışacaq. Belə ki, AFFA-nın təşəbbüsü ilə keçirilən Azərbaycan və Şimali Makedoniya milli komandalar arasında dünya çempionatının bu seçmə mərhələ oyunu xüsusi bir sosial mesajla da yadda qalır. Çünki futbolçular meydana qayğı sağlam nəsil naminə ictimai birliyinin nəzdində fəaliyyət göstərən Down sindromlu şəxslərin reabilitasiya mərkəzinin uşaqları ilə birlikdə çıxdılar. Həmrəyliyin və qayğının gücünü nümayiş etdirdilər. Bu addım cəmiyyətə bir daha xatırladacaq ki, futbol yalnız rəqabət deyil, eyni zamanda sevgi, anlayış və dəstək platformasıdır. Meydana çıxan hər bir uşaq və futbolçu birlikdə ümid, diqqət və inklüzivliyin rəmzinə çevriləcək. Bu təşəbbüs sağlam və qayğıkeş cəmiyyət quruculuğu yolunda atılan dəyərli addımlardan biri kimi yadda qalacaq. Əməyi keçən hər bir kəsə buna görə təşəkkür edirik və gəlin keçək artıq qarşılaşmaya. Bir qədər əvvəl rejissorumuz sizə heyətləri təqdim etdi. Gəlin Azərbaycan milli komandasının start 11-liyinə nəzər salaq. Qapıda 1 Aytaç Şərifovadır, 2 Alina Nəhmədova, 3 Jalə Mənsimova, 4 Nigar Mirzəliyeva, 5 Ayşən Əhmədova, 7 Mana Mollayeva, 9 Sevinç Cəfərzadə komandanın kapitanıdır, 11 Vüsalə Seyfəddinova, 14 Coşqunə Əliyeva, 20 Peritan Bozdağ və 23 Yeliz Açar. Komandanın baş məşqçisi Siyasət Əskərovdur. Şimali Makedoniya komandasında isə ilk dəqiqələrdən bu futbolçular meydana çıxır. 1 Viktoriya Pançurova, həm qapçı, həm də komandanın kapitanıdır, təcrübəli futbolçularındandır. 5 Pavlinka Nikolovska, 6 Mila Paneva, 7 Melania Grozdanova, 8 Aleksandra Markovska, 9 Uyza Maksuti, 10 Teona Galabovska, 11 Hava Mustafa, 14 Eva Veliçkova, 19 Simona Mayer və 21 Boyana Petkova. Boyana Petkova komandanın əsas oyuncularından biri sayılır o da və qeyd etmək istəyirəm ki, hazırda Şimali Makedoniya komandası 4-4-2 düzülüşü ilə meydandadır. Azərbaycan komandası isə daha hücuma meyilli bir futbol nümayiş etdirmək istəyir bugün. Komandamız elə start 11-liyindən, ümumiyyətlə oyun düzülüşündən də belə gözləmək olar ki, bu görüşdə qələbə qazanmağa çalışacaq. İlk hücum imkanı Şimali Makedoniya millisindən idi və belə bir vəziyyətdə qayda pozulur. Bu standart vəziyyətdə ümumiyyətlə elə oyundan əvvəl də o isimli hərəkətlər zamanı məşq vaxtında komanda çox hazırlaşırdı. Baxaq görə indi ev tapşırığını necə yerinə yetirəcəklər. Uzun ötürmə cərimə meydançasına tərəf o qədər də yaxşı alınmır və top meydandan çıxır. Pavlinka Nikolovska topu dəqiq götürə bilmədi komanda yoldaşlarına tərəf və Şərifova komandamızın bu görüşdə deyərdim ki, ilk hücumunu başlayır. Mirzəliyeva ondan irəli ötürmə dəqiq olmadı, amma indi sözsüz ki, müdafiədə diqqətli olmaq lazımdır. Grozdanovanın mərkəzə doğru ötürməsi, elə Mirzəliyeva da müdafiədə topu komandamıza qazandırır. Əks hücum imkanı yaranıb
Sevinç istiqamətində ötürmə dəqiq olmadı. Bununla belə topu hələ ki futbolçularımız özündə saxlayır. Seyfəddinova çatmadı və Grozdanova yenə də geri oynuyor. Nikolovska və zədəli futbolçu var. Bu isə Hava Mustafadır. Dərhal da həkimlər meydana çıxır. Yeri gəlmişkən bugünkü matçı Polşadan olan Hakimlər Briqadası idarə edir. Baş hakim Anna Adamskadır. Köməkçiləri Yuliya Bukaroviç və Angelika Novakdır. Ehtiyat hakimi isə Mixalina Diakovdur. Ümid edək ki, ciddi nəsə yoxdur. Rəqib komandanın da heyətində sözsüz ki, nəticə oyun öz yerində. İlk növbədə futbolçuların, idmançıların sağlamlığı önəmlidir. Hava Mustafa çətinliklə də olsa ayağa qalxdı. Hazırda axsıyır, amma belə görünür ki, mübarizəni davam etdirə biləcək. Çünki hər hansı bir dəyişiklik də hazırlanmır. Yeliz Açar outdan. Topu çox güman ki, rəqib komandaya qaytaracaq. Bəli. Nikolovska topladı. Paneva ilə oynuyor. Və sol cinahla davam etmək istəyirlər. Mejer. Sevinç irəlidə pressing tətbiq edir və topa yiyələnir. Amma irəli ötürmək mümkün olmadı. Sanki müəyyən bir o start həyəcanı var. Bəzi futbolçularımıza düşünürəm ki, tədricən fikir versəz artıq təşəbbüsü əl almaq ərəfəsindədir komandamız və indi yaxşı hücum da qurmaq olar. Mollayeva topu bitirmədi və Seyfəddinovaya da top çatmır. Pançurova o da tələsmir. Hələ ki komandamızın kapitanı Sevinç Cəfərzadə ona çox yaxınlaşmışdı. O da Paneva ilə oynuyor. Panevadan sola Mejer. Yenə Paneva. Uzun ötürmələrdən hələ ki çox da istifadə etmir Şimali Makedoniya komandası. Pançurova. Markovska. Və Nikolovskadan uzun ötürmə irəli. Dəqiq olmadı. Bununla belə Grozdanova topa birinci çatır. Çox sürətli futbolçudur. Grozdanova irəliləyir. Və hətta zərbə də indirə bilirlər qapıya doğru. Top qapıda aralı keçir. Maksutinin zərbəsindən sonra. Daha çox Şimali Makedoniya komandasının heyətində 7 nömrəli futbolçu Melania Grozdanova diqqət mərkəzinə düşür. Sürətli keçidləri ilə daha çox sağ cinahda oynayır, amma tez-tez diqqət yetirsəz mərkəzə çəkilir. Bu da çox güman ki, rəqib komandanın məşqçilər heyətinin gedişlərindən biridir. Mirzəliyevadan uzun ötürmə irəli çox yaxşı alınır. Yeliz Açar. Amma Nikolovska onu qabaqlayır. Bu maçda Nigar Mirzəliyevanın təcrübəsinə çox ehtiyacı olacaq komandamızın. Sözsüz nəinki müdafiədə, hətta belə hücumların qurulmasında uzun ötürmələr zamanı bilirsiniz artıq get-gedə təcrübəsi artır. Hakim isə bu vəziyyətdə qayda pozunun olmadığını bildirir. Yenə Mirzəliyeva daha bir ötürmə Sevinç Cəfərzadə istiqamətində. Out, amma zədəli futbolçumuz var meydanda. Bu Vüsalə Seyfəddinovadır. Hakim indi yaxınlaşır. Oyunda artıq 6 dəqiqə yekunlaşma üzrədir. Əslində ilk baxışdan elə görünürdü ki, ona qarşı qayda pozulmuşdu. Siyasət Əsgərovu gördünüz, həyəcanlı şəkildə izləyir. Bir daha baxırıq təkrara. Burada bəli, açıq-aşkar qayda pozuntusu da görünürdü. Topa zərbə indirmək istəyirdi futbolçumuz, amma rəqib müdafiəçi onun ayağına zərbə indirdi. İndi isə referi fitini səsləndirir və bu qayda pozuntusunu qeydə alır.
Mollayevaya qarşı qayda pozulub. Baxaq görək, indi cərimə zərbəsini kim yerinə yetirəcək? Mərkəz müdafiəçilərindən Mirzəliyeva rəqibin cərimə meydançasına tərəf qaçır. Sevinç Cəfərzadə hazırda topun yanındadır. Bu standart vəziyyəti də məhz o yerinə yetirməlidir komandanın kapitanı. İşarə verilir. Cəfərzadə Mirzəliyeva istiqamətində, ondan mərkəzə, amma son zərbə dəqiq olmadı. Yeliz Açar hamını qabaqlamışdı, amma topu qapının üstündən vurdu. Təhlükəli vəziyyət yarada bilir komandamız standart vəziyyətdən sonra. Bir daha xatırladım. Sevinç Cəfərzadə, həmçinin Mirzəliyeva milli komanda niyyətində 50 oyun keçiriblər. Və görüşdən əvvəl bununla bağlı onlara xüsusi forma hədiyyə olaraq təqdim olundu. Gözlənildiyi kimi artıq komandamız daha çox hücum etməyə başlayıb. Bir əldə də çoxalır futbolçularımız. Yeliz Açar outdan atacaq. Seyfəddinova iki futbolçunun arasında topu itirir. Sonra isə Mirzəliyeva yaxşı oynuyor. Dərhalda rəqibin cərimə meydançasına tərəf. Bozdaq çata bilmədi. Makutsiyə qarşı isə qaydanı pozdu. Nikolovska cərimə zərbəsini yerinə yetirir. Taktiki düzülüş 4-4-2 kimi göstərilsə də hücumlar zamanı bir qədər dəyişir sistem. Şimali Makedoniya komandasında hazırda irəlidə 3 hücumçu görürük. Makutsi, onun irəli ötürməsi dəqiq deyil. Nəhmədova qaydanı pozur. Mejer kənara çəkildi. Bir qədər əvvəl oxşar standart vəziyyət izləmişdik. Xatırlayırsınızsa, həmin anda Nikolovskanın ötürməsi dəqiq olmamışdı. Və indi onun növbəti cəhdi olacaq. 3 futbolçusu hazırda komandamızın cərimə meydançasında daha bir onlara əlavə olundu. Top da həmin istiqamətə ötürülür. Makutsi. Mejer irələməyə çalışır. Yerlə ötürməsi o qədər də pis deyildi əslində. Galabovska isə irəliyə bilmir. Outdan qonaqlar top oyuna daxil etdilər. Mejerin ötürməsi salınmış. Küncdən zərbə olacaq. Və deyəsən tez başlamaq istəyirlər, amma komandamızın futbolçuları buna şərait yaratmadılar. Odur ki, top çox güman ki, cərimə meydançasına tərəf ötürüldü də artıq. Və Mirzəliyeva uzaqlaşdırır. Nikolovska, mərkəz müdafiəçisi çox maraqlıdır ki, bir qədər əvvəlki küncdən zərbə zamanı irəli çıxmamışdı. Və yenə də biz Grozdanovan irəlilədiyini görürük. Ona qarşı isə Yeliz Açar yaxşı oynayır. Küncdən daha bir zərbə olacaq. Ulza Maksuti. Yenilətirir. Belə anlarda xüsusilə diqqətli olmaq lazımdır. Çünki maç elə məcrada davam edir ki, xırda detallar çox şey həll edə bilər. Yenə Mirzəliyeva yaxşı oynuyor. Maksuti növbəti ötürmə və bu Aytaç Şərifova üçün bu qədər də çətin deyildi bu anda topu tutmaq. Dərhalda komandamızın hücumunu başlayır.
Çox maraqlıdır. Mana Mollayeva meydanı demək olar ki, hər yerində görmək mümkündür. Rəqib hücum edərkən müdafiəyə kömək edir. Top komandamızda olarkən isə istər yarım müdafiəçi kimi, istər hətta hücumçulara da tez-tez kömək etməyə çalışır. Yeliz Açar geri oynuyor. Nigar topladı. Şərifova. Bozdağ da geri qayıtmışdı top qəbul etmək üçün. O isə bir qədər də bir əllə oynuyor. Yeliz Açar. Yaxşı gördü komanda yoldaşını. Amma qapı qarşısına ötürmə istənilən kimi alınmadı. Müsalə Seyfəddinova çox yaxşı sürətli irəliləyirdi. Və indi hətta ayağa da qalxmıyor. Zədələnib komandamızın futbolçusu. Çox təəssüf ki. Və həkimlər indi o meydandan kənarda da həkimlər ona yaxınlaşırlar. Şimali Makedoniya millisi isə hücumunu davam etdirir. Mila Paneva. Pançurova. Nikolovska. Mərkəzlə oynadı. Və burada qərar nə olacaq? Yalnız indi hakim bir qədər pauza verdi, sonra fitini səsləndirdi. Çox güman ki, 4-cü hakimin işarəsindən sonra Yeliz Açara qarşı qayda pozulmuşdu. Mirzəliyeva geri oynuyor. Və out. Təəssüf ki, belə bir anda Əliyeva, Coşqun Əliyeva topu dəqiq götürə bilmədi. Seyfəddinova isə meydana qayıdıb və artıq mübarizəni davam etdirir. Şərifova. Nəhmətovadan irəli və yenə top meydandan çıxır. Komandamız hücum reallaşdırmağa çalışır və top hətta stadiondan kənara da çıxdı. O qədər qüvvətli zərbə ilə rəqib müdafiəçi topu uzaqlaşdırmışdı. Çox uzun ötürmə irəli. Top meydandan çıxır. Bu anlarda bir qədər sanki temp də aşağı düşdü. Ötürmələrdə səhvlərin sayı çoxalıb. Və indi Sevinç mərkəzlə oynuyor. Hücum davam edir Coşqun Əliyeva. Və Cinah dəyişir. Bozdağ. Mirzəliyeva mərkəz müdafiəçisi hücuma qoşulub. Bir rəqibini anlatdı. Mirzəliyeva cərimə meydançasına tərəf. Komanda yoldaşlarımızdan indi Seyfəddinova özünü çatdırdı və sağ cinaha ötürür. Jalə Məsimova keçməyə çalışır rəqibini. Qapı qarşısına ötürmə və top hələ ki oyundadır. Mübarizəni davam etdirmək lazımdır. İndi hakim fitini səsləndirir ki, qapıçıya qarşı qayda pozulub. Çox təhlükəli hücum komandamızdan hesabı açmaq üçün yaxşı imkan idi. Jalə Məsimovanın keçidi daha əvvəl isə sözsüz Nigar Mirzəliyevanı qeyd etməliyik. Burada baxın, zərbə endirmək mümkün olmadı, amma rəqib müdafiəçilər də hiss olunurdu ki, müəyyən təlaş yaşadılar. Bozdağ. Çox yaxşı saxlayır topu özündə və qayda pozulur ona qarşı. Əhmədova topladı. Nəhmədova ilə oynayır. O isə sağ cinaha uzun ötürmə yenə də Məsimovanın hərəkət istiqamətində. Bir o qədər yaxşı alınmır bu ötürmə.
Mejer. Lukasti yıkılır ama ona karşı hiçbir qayda pozuntusu yok idi. Bozdağ meydan merkezinde topu itirir. Dərhal cinaha doğru Grozdanov'un hərəkəti istiqamətində. Komanda yoldaşları dikkat ettirir size. Xüsusilə top mərkəzdə olarkən tez-tez onu axtarıb tapmaya çalışırlar. Petkova. Mustafa. Mustafa yeni qaydanı pozur. Ardıcıl ikinci dəfədə artıq. Nigar Mirzəliyeva. Şərifova. Şərifovadan uzun ötürmə irəli. Sevinç topa toxuna bilmədi. Baneva və geri oynayır. Pançurova. Markovska. Mejer. Makusti və out. Son anda Nəhmətova buna mani ola bildi. Yenə Maksuti. Bu dəfə isə topa çata bilmədi. Elə özü irəliləmək istəyirdi. Odur ki, qapıdan zərbə təyin olunur. Mirzəliyeva. Şərifova. Sağ cinaha tərəf. Mollayeva. Ana Mollayeva. Yaxşı gördü Mirzəliyevanı. İndi sol. Belə anlarda həqiqətən də xüsusilə bu cinatda Yeliz Açar, Seyfəddinova çox yaxşı açılırlar. Sürət yığırlar. Mirzəliyeva. Out. Hazırda Almaniyanın Hamburg komandasında çıxış edir. Amma öz müsahibələrində də bildirir ki, bununla da kifayətlənmə niyyətində deyil. Daha böyük komandalarda oynamaq istəyir gələcəkdə. Və mənə elə gəlir ki, bu futbolçuda potensial var. Bundesligada özünü bir qədər də inkişaf etdirib daha böyük klublara transfer oluna bilər. Sevinç Cəfərzadə topladı. Açarla oynuyor. Yeliz Açar dərhal cinahı dəyişdi. Çox yaxşı da alınır ötürməsi. Mollayeva, Əhmədova hücuma qoşulub. Növbəti ötürmə olacaq cərimə meydançasına. Sevinç Cəfərzadə istiqamətində. Amma Pançurova çıxışda səhvsiz oynuyor. Çox saxlanır sanki topu əlində və nəhayət indi qüvvətli zərbə ilə irəli vurur Bozdağ. Saxlaya bilmədi topu. Və Şimali Makedoniya komandasının hücumu başlayır. Mejer. Mərkəzə tərəf ötürür. Grozdanova. Yələndi topa. Yeliz Açar onun qarşısında. Və dəstək də gəldi. Veliçkovadan cərimə meydançasını ötürmə. Əhmədova uzaqlaşdırır. Uzaq məsafədən zərbə vurmaq istəyirdi. Rəqib oyunçu yenə də Əhmədova özünü çatdırdı. Grozdanova. Çox texnikalı futbolçu həqiqətində. Maksuti. Maksuti irəliləyir, amma sağ cinatda komanda yoldaşlarından heç kim yox idi. Çünki Grozdanova artıq mərkəzə çəkilir və Sevinç Cəfərzadə əla oynayır. Qayda pozulur ona qarşı, amma hakim üstünlük prinsipinə əməl edir və hücumu davam etdirir. Məhsimova yıxılmadı. Rəqibin toxunuşuna baxmayaraq. Nəhmədova. O da geri oynuyor. Şərifova. Şərifova bir qədər riskliydi, sözsüz. Bir qədər həyəcanlandırdı azarkeşləri, amma hər şeyə nəzarət edirdi. Mirzəliyeva daha bir uzun ötürmə Yeliz Açar. Bu dəfə birinci çata bilər topa. Bəli, Grozdanovanı qabaqlayır və komandamıza küncdən zərbə qazandırır. Standart vəziyyətlərə də düşünürəm ki, xüsusi hazırlaşıb komandamız. Və indi ev tapşırıqlarından birini göstərməyə çalışacaqlar.
Coşqun Əliyeva bu standart vəziyyəti yerinə yetirəcək. Məşqçilər də bildirdi ki, hansı ev tapşırığı yerinə yetiriləcəksə, əvvəlcədən komanda işarət, belə bir işarə edir və topu cərimə meydançasına ötürür, amma təəssüf ki, heç kim toxuna bilmədi. Hərçənd ötürmə kifayət qədər yaxşı alınmışdı. Mirzəliyeva artıq özünü çatdırıb müdafiəyə. Nəhmədova, Cəfərzadə, Mollayeva. Seyfəddinova Bozdağla oynayır. Seyfəddinova. Əhmədovadan mərkəzə Mirzəliyeva. Yenə müdafiəçinin arxasına bu dəfə sağ cinaha oynayır. Amma ötürmə bir qədər bərk alındı. Coşqun Əliyeva bu epizodda topa çata bilmir. 23 dəqiqə yekunlaşır Azərbaycan Şimali Makedoniya maçında. Hələ ki qapılara qol vurulmayıb. Pançurova. Nikolovskadan irəli və Yeliz Açar geri oynadı. Mirzəliyeva. Nəhmədova. Mollayeva. Və çox yaxşı çıxdı vəziyyətdən komandamız. İndi hücumu bir qədər də inkişaf etdirmək olar. Seyfəddinova, Bozdağ qaytardı. Seyfəddinova. Sevinç top istəyir. Seyfəddinova isə Mollayeva ilə oynadı. Mollayeva Bozdağ yanında. Bir qədər də geri. Nigar Mirzəliyeva. Ötürmə cərimə meydançasına tərəf. İndi zərbədə ola bilər, amma top qapıdan aralı keçir. Məhsimova yaxşı qoşulmuşdu. Amma zərbəsi dəqiq olmadı. Daha bir uzun ötürmə. Mirzəliyeva öz zonasında belə anlarda top buraxmır demək olar ki. Rəqibə heç bir imkan vermir komandamızın müdafiəçisi. Pelkova. Outdan topu yenə meydana atır. Grozdanovadan keçdi və Mirzəliyeva uzaqlaşdırdı rəqibi topdan. Amma qaydalar çərçivəsində etdi hər şeyi. Komandamız daha bir hücum qurmağa çalışır. Nəhmədovadan uzun ötürmə irəli. Sevinç çatdı topa. Qayda pozulmayıb. Cəfərzadə amma indi yan xəta kimi də işarə edir qayda pozuntusuna. Bir daha baxırıq təkara. Bu rakursdan da elə görünürdü ki, sanki oyunu davam etdirməyə də olar. Hər halda rəqib futbolçu bu mübarizə zamanı yıxıldı və baş hakim oyunu davam etdirirdi. Yalnız yan xət hakimin işarəsindən sonra fitini səsləndirdi. Komandamız daha bir hücum qurmağa çalışır. Mollayeva irəliləyir. Əllə oyuna işarə edir rəqib futbolçular, amma bu anda top dizindən sıçramışdı. Sevincdən əla hərəkət. Cərimə meydançasına ötürməz. Seyfəddinovanın zərbəsi alınmır və Meyjerin nəzarəti ilə top meydandan çıxdı. Qapıdan zərbə olacaq. Yenə də komandamız ardıcıl hücumlar təşkil edir. Veliçkova, Grozdanova. Out. Top bizdədir. Seyfəddinova. Bozdağ istiqamətində dəqiq olmadı. Yenə Seyfəddinova topu qazanır və
rəqibin cərimə meydançasına doğru qaçırdı. Yeliz Açar, Cəfərzadə topu saxlayır və sol ayaqla zərbə endirmişdi, amma top rəqib müdafiəçiyə dəyir. Nəhmədova. Əhmədova ilə oynayır. Ondan Mirzəliyevaya. Seyfəddinova. Mollayeva. Burada tələsməyə də bilərdi Seyfəddinova, üzünü dönüb. Çünki yanında heç bir rəqib oyuncu yox idi. Bir qədər irəlilənmə imkanı da var idi. Növbətdə ötürmə cərimə meydançasına. Sevinç Cəfərzadə və gol! Kapitan hesabı açır. 28-ci dəqiqə Azərbaycan millisi 1-0 hesabı ilə önə keçir. Sağ cinahdan kurulan hücum yenə də Məhsumova. Çox yaxşı ötürmüşdü topu və Sevinç Cəfərzadə təxminən dəqiqə yarım bundan əvvəl edə bilmədiyini indi etdi. Çox çətinliklə də olsa topu cərimə meydançasına ötürmək mümkün olur. Yenə sağ ayaqla özü üçün şərait yaradır Sevinç Cəfərzadə və sol ayaqla dəqiq zərbə endirir. Millimiz 1-0 hesabı ilə önə keçir. Amma arxayınlaşmaq, belə bir anda sakitləşmək və diqqəti əldən vermək olmaz. Mollayeva yaxşı oynayır. Seyfəddinova. Veliçkova onu qabaqladı. Sağ cinahlı oynayır. Petkovadan irəli. Mirzəliyeva. Açar. Sevinç Cəfərzadə. Seyfəddinova. Sevinç yıxılıb və hakim qayda pozuntusu qeydə aldı. Bu standart vəziyyətdə yaxşı imkandır. Elə ki, həkimlərin köməyinə ehtiyacı yoxdur. Sevincin və o ayağa qalxır mübarizəni davam etdirmək üçün. Mirzəliyeva cərimə zərbəsini yerinə yetirəcək. Çox qüvvətli zərbələri var. Düşünürəm ki, indi biz birbaşa qapıya doğru zərbə izləyəcəyik. Artıq digər onun komanda yoldaşlarına məşqçilər heyətindən də bir təlimat gəldi. Qaydan topa hamı diqqət yetirsin deyə. Baxaq görək standart vəziyyəti necə yerinə yetirəcəklər. Mirzəliyeva. Çox da geri çəkilməyib. Ola bilər bir aldacı manevr də etsin rəqib komanda üçün. Belə ötürmə olacaq. Yoxsa zərbə. İndi futbolçular arasında bir anlaşılmazlıq. Dərhal hakim onlara yaxınlaşır və sakitləşməyi tələb edir. Və beləliklə hakimin fit səsini eşitdik. Mirzəliyeva topu qapının üstündən vurur. İstədiyi kimi alınmadı zərbə. Tez başladı. Şimali Makedoniya futbolçuları artıq daha çox tələsirlər. Bu da bizim işimizə də yaraya bilər. Yenə topa yiyələndik. Cəfərzadənin ötürməsi. Mollayeva, Bozdağ, sol cilahla oynamaq olar. Yeliz Açar orada boşdu. Yeliz Açar qəbul etdi. Dərhal da önündə müdafiəçi görür. Bozdağ. Və out. Veliçkova son anda mane ola bildi. Mirzəliyeva yerinə yetirəcək. Hətta cərimə meydançasına da ata bilər belə anlarda. Paneva Bozdağı qabaqlayır və sonra uzaqlaşdırırlar. Bozdağ. Cəfərzadə irəliləyə bilərdi. Markovska yaxşı oynayır ona qarşı. Mirzəliyeva.
Yenə cərimə meydançasına. Və Pançurova topu ələ keçirir. Yenə də tez başlamaq istəyir komandasının hücumuna, amma artıq son təxminən 10 dəqiqə ərzində biz Şimali Makedoniya komandasının nəinki təhlükəli, heç hücumunu xatırlamırıq. Komandamız artıq təşəbbüsə yiyələnib və rəqib qapısı qarşısında daha çox görünür. Mejer birinci çatdı. Ceyhunə sola qədər izləyir və topu aldı ondan. İndi Cəfərzadənin pressingini hiss edirdi rəqib. Bununla belə vəziyyətdən çıxa bildilər. Maksutiyə top çatmır. İndi komanda yoldaşı ona kömək edir və yenə müdafiə əl oynuyor. Nikolovska. Petkova. Out. Dəqiq olmadı ötürməsi. Mirzəliyeva. Nikolovskadan irəli. Sevinç Cəfərzadə top özündə saxlaya bildi. Nikolovska qarşısında onun ötürməsi Yeliz Açar. Və son anda Petkova yaxşı oynuyor. Veliçkova. Nikolovska. Veliçkova. Petkova. Out. Grozdanov irələmək istəyirdi, amma Nigar Mirzəliyeva ona mane ola bildi. Növbəti dəfə. 34-cü dəqiqə komandamızın üstünlüyü davam edir. Hələ ki, rəqibi qapımıza yaxın da buraxmırıq. Petkova. Mirzəliyeva. Mollayeva. Cinağı dəyişmək olar. Belə də edir. Məhsimova. Cəfərzadə. Mollayeva. Tək toxunuşlu gözəl ötürmələr. Bozdağdan sol cinaha. Yeliz Açar. Ötürmə qapı qarşısına. Yenə Sevinç əllə oyuna işarə edir futbolçularımız. Və açıq əlli idi zənnimcə. Bir qədər sonra təkrarda görəcəyik hələ ki komandamızın hücumu davam edir. Və indi Grozdanova. Yenə Mirzəliyeva. İmkan vermir rəqibə Mirzəliyeva. Yeliz Açar. Bir qədər irəli gəlməsini gözləyir komanda yoldaşlarının. Seyfəddinova. Dəqiq olmadı ötürmə. Grozdanova. Hücum hələ ki davam edir rəqib komandada. Galovovska və out. İmkan olan kimi düşünürəm ki, rejissorumuz sizə və bizə təqdim edəcək bir qədər əvvəlki epizodun təkrarını. Polşalı referi oyunu davam etdirdi. Gəlin baxaq təkrara. Baxın, Sevinç Cəfərzadə topa toxunur. Sonra isə rəqibin açıq əlinə dəyir top. Və belə görünür ki, bu Polşalı referinin diqqətindən yayındı. İndi isə oyunu saxlayır qayda pozuntusuna görə. Maçın baş hakimi Anna Adamska. Nəhmədovadan sağ cinaha. Məhsimova. Və top itkisi. Paneva. Mejer. Yenə də Paneva topladı. Yaxın komanda yoldaşları ilə oynaya bilmədi. Çünki fikir versəz komandamız bax bu uzaq planda da yaxşı görünür. İrəlidə zonaları çox yaxşı bağlayıblar. Və buna görə də rəqib o uzun ötürmələrdən istifadə etməyə məcburdur. Növbəti out Nəhmədova yerinə yetirəcək.
Komandamızın baş məşqçisi Siyasət Əsgərovu gördünüz. Növbəti out. Bu dəfə deyəsən daha uzun ötürmə olacaq. Bəli, cərimə meydançasına qədər gedib çıxdı top. Meyjer. Galobovska yıxılır. Amma hakim orada qayda pozuntusu qeydə almamışdı. İndi gözlüyün deyir. Rəqib komandanın futbolçu zədələndiyinə görə. Amma çox güman ki, cərimə zərbəsi təyin olunmuyor. Top bizdə qalacaq. Gəlin, baxaq təkara. Bəli, bu mübarizə zamanı bir toqquşma idi. Hakim topu komandamıza qaytarır. Məhmədovadan geri. Şərifova, Mirzəliyeva. Seyfəddinova. Yeliz Açar yenə sürət yığıb. Amma Grozdanova daha tez çata bilərdi. Topa hər halda onun meydandan çıxmasına şərait yaratdı. Bançurova. O yox, Nikolovska başlayacaq. Yenə məcbur oldular uzun ötürmədən istifadə etməyə. Nəhmədova. Out. Elə Nəhmədova yenə özü yerinə yetirəcək. Tədricən ilk hissə sona yaxınlaşmaqdadır. Sözsüz ki, fərqli nəticə olsa, hakimə də suallar yaranacaq qarşılaşmadan sonra. Amma indiki halda düşünürəm ki, oyunun gedişatı komandamızı tam qane edir. Məşqçilər heyətini futbolçularımız artıq ilk dəqiqələrdən yüksək hazırlıq səviyyəsi nümayiş etdirirlər və taktiki cəhətdən də çox yaxşı oynayırlar hələ ki. Yeliz Açardan mərkəzə ötürmə. Bozdağ. Bozdağdan irəli Seyfəddinova. Yenə Yeliz Açar. Bozdağ. Açar. Nigarla oynayır. Ondan geri Şərifova. Nəhmədova. Və top itkisi. Maksuti irəliləyirdi, ona qarşı qayda pozulur. Əksər epizodlara əslində çox yaxın olur referi. Amma bəzi anlarda sanki futbolçuların səsinə və yaxud hər hansı bir işarəsinə görə cərimə zərbəsi təyin edir. Top cərimə meydançasına ötürüldü. Mirzəliyeva yaxşı oynayır. Növbəti ötürmə. Mollayeva topu buraxdı və Nigar uzaqlaşdırır. Grozdanova, Cəfərzadə. Meyjer, yenə Sevinç Cəfərzadə. Sona qədər mübarizəsini davam etdirir, yıxılır. Və indi rəqib futbolçular topu kənara vururlar. Çünki komandamızın kapitanı Sevinç Cəfərzadə zədələnib. Çox güman ki, bu mübarizə zamanı üzünə diqqət yetirin. Rəqib oyuncu onun üzünə toxunmuşdu. Və buna görə əslində indi üzrxahlıq edir. Amma müasir futbolda belə hərəkətlər cərimə zərbəsi kimi
hətta sarı vərəqə kimi də dəyərləndirilir. Nikolovska. Mirzəliyeva. Və Petkova bu anda Seyfəddinovanı qabaqlayır. Yeliz Açar yaxşı oynadı. Yenə Petkova. Və out. Bu dəfə Mustafadan çıxdı. Hava Mustafa. Komandamız növbəti hücuma başlayır. Nəhmədova. Məsimova. Yenə Nəhmədovadan uzun ötürmə irəli. Meyjer. Mollayeva. Cinahı dəyişir. Seyfəddinova sona qədər mübarizə aparırdı və Petkovanı səhvə məcbur etdi. Mirzəliyeva. Coşqunə yaxşı mübarizə aparırdı orada. Yenə Mirzəliyeva toxundu. Maksuti. Maksuti sağ cinaha doğru irəlilədi. İki futbolçumuz qarşısında. Bozdağ imkan vermir. Mirzəliyeva. Coşqun Əliyeva. Seyfəddinova. Gözləyəcəyək ki, komanda yoldaşlarını indi cinahı da dəyişmək olardı. O geri oynuyor. Əhmədova topu saxladı. Yenə cinah dəyişmişdi. Sağ tərəfdən hücum qurmağa çalışırdı komandamız, amma bu ötürmədə dəqiq olmur. Meyjer. Offside. Bir qədər əvvəlki epizoda görə bayraq qalxır. Və ilk hissənin sonlarında əslində bir qədər futbolçularımız tempi aşağı da sala bilərlər. Fasiləyə hesabda öndə yollanmaq həqiqətən də vacibdir. Top dayanmalıdır. Sonra cərimə zərbəsi yerinə yetiriləcək və indi 4-cü hakim 2 dəqiqə vaxt göstərir. Birinci hissənin əsas vaxtına 2 dəqiqə əlavə olunur və hazırda da komandamız hücumdadır. Məsimova Meyjeri allatmağa çalışır. Out deyir hakim. Məsimova atacaq. Sevinç. Yenə də Məsimova. Ötürmə cərimə meydançasına Seyfəddinova açar və top rəqib oyunçuya dəyir. Küncdən zərbə olacaq. Nəinki minimal hesabla fasilə, hətta komandamız 2 top fərqi ilə yollana bilər. Epizodun təkrarına baxırıq. Son anda top rəqib müdafiəçiyə dəyərək meydandan çıxdı. Coşqun Əliyeva. Küncdən zərbəni yerinə yetirəcək. Bozdağ da onun yanındadır. Futbolçularımız rəqibin xüsusilə o qapçı meydançasında çoxalıblar. Bir-birlərinə də yaxındılar. Əməli başlı qarşılıq yaranıb orada. Top isə uzaq küncə tərəfi ötürülür. Qapı qarşısına ötürmə. Zərbə də olacaq. Bozdağ və top rəqib oyunçulara dəyir. Yenə də istiqamətini dəyişir. Mirzəliyeva hücumu davam etdirir. Nigar Mirzəliyeva və out. Hələ ki
Hücumu davam etdirmək üçün vaxtımız qalır. Nigarın ötürməsi cərimə meydançasına tərəf. Cəfərzadə zərbə endirir. O qədər də effektli alınmadı. Və belə bir anda hakim fit səsləndirir. Bir qədər əvvəlki epizodun tərkana baxırıq. İndiki halda isə hakim qayda pozuntusu qeydə alır və əslində çox güman ki, final fitini də səsləndirəcək. Bəli. İlk hissə bitir. Azərbaycan komandası Sevinç Cəfərzadənin vurduğu qol sayəsində fasiləyə 1-0 üstünlüklə yollanır. İkinci hissədə yenidən birlikdə olacaq. Hələlik. Hörmətli tamaşaçılar, canlı yayımız davam edir. Dünya çempionatının seçmə mərhələsinin oyunu Azərbaycan komandası Şimali Makedoniya millisini qəbul edir və hələlik millimiz 1-0 hesabı ilə öndədir. Yeganə qolun müəllifi kapitan Sevinç Cəfərzadədir. Hazırda da meydanın mərkəzində. Artıq səbirsizliklə sanki futbolçularımız ikinci hissənin başlanmasını gözləyirlər. Meydanın mərkəzindən bu dəfə məhz komandamız başlayacaq. İlk hissə barədə qısaca onu deyək ki, maçın əvvəlində bir qədər futbolçularımızdan müəyyən həyəcan hiss olunurdu, amma təxminən 10 dəqiqədən sonra demək olar ki, təşəbbüsə yiyələndik. Rəqib qapısı qarşısında ardıcıl hücumlar təşkil edirdik. Bəziləri təhlükəli alınırdı və həmin epizodların birində də hesabı açmaq mümkün oldu. Sağ cinahdan ötürülən topu Sevinç Cəfərzadə qəbul etdi və ikinci toxunuşda artıq topu qapıya tərəf vurdu. Beləliklə hesab açıldı. Bundan sonra da elə komandamız rəqiblə müqayisədə daha yaxşı mübarizə aparırdıq. Xüsusilə Şimali Makedoniya komandası niyyətində 9 nömrəli Maksuti və 7 nömrəli futbolçu Grozdenova çox yaxşı təsir bağışlayırdı ilk hissədə, amma tədricən onlara qarşı da müəyyən məşqçilərimizin xüsusilə təlimatlarından sonra onları da zərərsizləşdirmək mümkün olub. Baxaq görək ikinci hissədə necə olacaq? Cəfərzadə, Mollayeva oyunun ən yaxşılarındandır Mollayeva da. Xüsusilə sol cinahdan da təhlükəli hücumlar qururduq. Məsimova. Bozdaq geri oynadı. Əhmədova. Belə anda sözsüz ki, tələsməyə ehtiyac yoxdur. Şərifova. Uzun ötürmə. İrəli, amma top hələ ki komandamızda qalır. Əhmədova. Bozdaq. Məsimova. Cəfərzadə. Buna qədər isə Məsimovaya qarşı rəqib oyuncu təhlükəli oynamışdı. Odur ki, Polşalı referi Anna Adamska qayda pozuntusu qeydə aldı. Əhmədova. Uzun ötürmə. İrəli, Mejər. Mollayeva yenə çox yaxşı oynuyor. Topu da rəqibdən qoruya bildi. Mejər, Maksuti və Bozdaq. Mejər. Paneva. Petkova ilə oynadı. Petkova cinahda sürət yığır, onun ötürməsi yenə də Grozdanova istiqamətində, amma Nigar daha tez çatır topa və onu komandamız üçün qoruyub saxlayır. Şərifova. Qapıdan zərbə ilə növbəti hücumu başlayacaq. Mirzəliyeva. Yenə Şərifova.
Sağ cinaha ötürməsi əla alınır və Məsumova yenə sürət yığıb onun ötürməsi və Ceyhunə ofsayda düşür. Yan xət hakimləri qeyd edim ki, bugün Yuliya Bukaroviç və Anjelika Novak'dır. Nikolovska topu irəli ötürdü. Sevinç dərhal sol cinaha. Yeliz Açar. Önündə boşluq var. Yeliz Açar'ın ötürməsi. Seyfəddinova. Seyfəddinova baxdı cərmə meydançasına. Onun ötürməsi. Zərbə Bozlaqdan. Yaxşı alınmışdı. Amma Pançurova topu tutabilir. Panevanın irəli ötürməsi yaxşı alınmışdı və burada Şərifova əla oynayır. Elə çıxması qızı. Və yenə sağ cinaha Məsimova bitirmədi topu. Mirzəliyeva. Yeliz Açar. Mollayeva yenə sola qaytarır. Yelizdən Cəfərzadəyə çox yaxşı düşünmüşdü. Amma son anda Petkova ötürmənin qarşısını kəsir. Şimali Makedoniya komandasının əks hücumu başlayır. Grozdanova topu saxlaya bilmədi. İlk hissəyə çox yaxşı başlamışdı Grozdanova. Sevinç topa yələndi və Petkova qaydanı pozur. Sarı vərəq olacaq. Şimali Makedoniya komandasının 21 nömrəli futbolçusu bu qayda pozuntusuna görə sarı vərəq ilə cəzalanır. Standart vəziyyətdən daha bir təhlükə yaratmaq olar rəqibin qapısı qarşısında. Sevinç Cəfərzadə hazırlaşır. Hələ ki, görüşdə yeganə qolun müəllifi. Top oyuna daxil etməlidir. Bu dəfə necə yerinə yetiriləcəklər? Cəfərzadənin ötürməsi qapı qarşısına, amma hakim bildirir ki, hələ gözləmək lazımdır. Yalnız onun işarəsindən sonra bu cərimə zərbəsini yerinə yetirmək olar. Burada ofsayda düşməmək də çox önəmlidir futbolçularımız üçün. Və sol cinaha ötürmə Seyfəddinova çatdı topa, qapı qarşısına və qapı dirindən qaydır top. Çox təhlükəli alındı bu standart vəziyyət. Hücum davam edir Məsumova. Əliyeva. Əhmədova növbəti uzun ötürmə irəli. Bozdağ yaxşı qəbul edir topu. Məsimova, Əliyeva, ondan mərkəzə tərəf ötürmə, Sevinç Cəfərzadə və top qapıdan aralı keçir, amma toxunuş da var idi. Pançurova toxunmuşdu. Küncdən zərbə olacaq. Ardıcıl təhlükəli vəziyyətlər Şimali Makedoniya komandasının qapısı qarşısında. Bir anda Sevinç Cəfərzadənin önündə boşluq yarandı. Təkara bir daha baxırıq. Və uzaq məsafədən çox yaxşı da zərbə indirmişdi. Pançurova komandasını qoldan xilas etdi. Bundan əvvəl isə standart vəziyyət zamanı top rəqib qapısının tirinə tuş gəldi.
Məhsimovanın ötürməsi, qapı qarşılan Mirzəliyeva və Pançurova rahat tutur topu. Sonra isə qayda pozuntusu qeydə alınır və hakim dərhal həkimləri meydana dəvət edir. Bu anda Mollayeva rəqib qapıçıya toxunmuşdu. Sözsüz bu zədə bir qədər komandamızın hücumlarının tempinə təsir göstərə bilər, amma kapitan Sevinç Cəfərzadə rahatlaşmağa qoymur futbolçuları. Onları daha da ruhlandırır. Sözsüz ki, bu cürdə davam etmək lazımdır. Rəqibə təzyiq göstərir komandamız ikinci hissənin əvvəlindən etibarən və təhlükəli vəziyyətlər də yarada bilirlər. Pançurova top oyuna daxil etdi. Yenə də pressing komandamızdan Mejers oynadı. Sevinç Cəfərzadə özünü çatdırır və out Mejerdən çıxmışdı. Nəhmədova outdan topu attı. Yenə Mejer və out. Bu dəfə Əhmədova yerinə yetirir, amma Coşqun Əliyeva topa toxuna bilmədi. Mejer. Nəhmədova və Mollayeva geri oynuyor. Əhmədova. Şərifova. Sol cinaha. Əla alındı ötürmə. Mirzəliyeva. Daha bir uzun ötürmə. Seyfəddinova. Petkova. Onun önündə də artıq bir sarı vərəqəsi var. Bu anda diqqətli olmalıdır. Qayda pozulmayıb. Hakim oyunu davam etdirir. Grozdanova. Yenə texnikasını işə salmışdı, amma ötürməsi istədiyi kimi alınmır. Şərifova. Sözsüz ki, rəqibin bir qədər irəli çıxmasını gözləyəcəkdi komandamız. Tələsməyə heç bir ehtiyac yox idi. Nəhmədova. Ondan irəli uzun ötürmə. Sevinç Cəfərzadə özünü çatdıracaq mı? Yox. Paneva onu qabaqlayır və topu meydandan çıxarır. Əhmədova. Aşən Əhmədova. Outdan topu Məhsimovaya atır. Yenidən Nəhmədova. Seyfəddinova yaxşı qəbul edir topu. Cəfərzadə bir qədər də sağ cinaha. Coşqun Əliyeva və Paneva son anda. Hakim isə qapıdan zərbə təyin edir. Bir anlıq anlaşılmazlıq baş verdi. Bəzi futbolçular, hətta Şimali Makedoniya komandasının oyuncuları bir penalti qərarı zənn etdilər. Yox, hakim qapıdan zərbə təyin edir. Hərçənd ki, küncdən zərbə də ola bilərdi və etiraza görə sarı vərəqə. Köməkçi məşqçilərdən birini göstərilir. Yenə də Cəfərzadə pressing tətbiq edib topu qazandı. Məhsimova ona yaxındır. Məhsimova. Cərmə meydançasına tərəf ötürür. Seyfəddinova və Pançurova.
Şimali Makedoniya komandasının qapısı top irəli vurur. Biri bir gedir. Burada diqqətli olmaq lazımdır. Əhmədova. Və Məhsumova özünü çatdırdı. Out. Son toxunuş da Mustafa'dan. Bəli, Mustafa'dan idi. Hava Mustafa. Və deyəsən Şimali Makedoniya komandasının heyətində bir qədər sonra dəyişiklik olacaq. Hazırda məşqçilər heyəti bununla bağlı məsləhətlər aparırlar. Əhmədovadan irəli. Mejer. Maksuti yıxılmışdı. Paneva. Bozdağ. Yenə Bozdağ. Mollayeva. Mirzəliyeva. Sol cinaha bu dəfə bir qədər bərk alındı və Yeliz Açar da topa çatmır. Betkova out'u yerinə yetirdi. Mollayeva, Mirzəliyeva. Cəfərzadə yenə də mübarizəni davam etdirir. Seyfəddinova da çatmadı, amma yenə də rəqibi səhvə məcbur edirlər. Mirzəliyeva atacaq. Sevincli oynuyor. Mollayeva. Bozdağ. Bozdağa qarşı. Əslində rəqib oyuncu onu tutub saxlayırdı. Hər halda son anda buraxdı. Məhsumova keçir. Qapı qarşısına ötürür. Amma orada zərbə mövqeyinə çıxmaq mümkün olmadı. Mustafa. Onun ötürməsi. Grozdanova. İlk dəfədir ki, ikinci hissədə belə bir yaxşı imkan yaranmışdı onun üçün, amma Nigar Mirzəliyeva heç bir imkan vermədi ona. Ani Boşeska, həmçinin Yovana Pavlovska meydana çıxmağa hazırlaşır. Şimali Makedoniya komandasının heyətində 2 dəyişiklik olacaq. Bir qədər sonra Nikolovska topladı. Onun ötürməsi bir qədər mərkəzə Markovskaya qarşı. Bozdağ qaydanı pozur. Və indi dəyişiklik olacaq. Maraqlıdır. Grozdanova meydandan çıxır. Şimali Makedoniya komandasının heyətində ən texnikalı futbolçulardan biri. Görünür, rəqib komandanın da məşqçilər heyəti artıq müşahidə edirdilər ki, Grozdanovaya qarşı komandamız çox yaxşı oynayır və onun çox da hərəkət etməsinə belə imkan vermirlər. Və digər dəyişən futbolçu isə Hava Mustafadır. Dikkatli, dikkatli. Hücumçu mövqeyində oynayacaq Yovana Pavlovska. Mərkəz hücumçusu mövqeyindədir hazırda. Və sözsüz ki, fiziki göstəricilərinin üstünlüyündən istifadə etməyə çalışacaq. Panevadan irəli. Maksuti və out. Əhmədova. O yerinə yetirəcək. Amma heç top meydana qayıtmadı. Mejer. Və Bozdağ yenə də qaydanı pozur. İkinci dəfədir Markovskaya qarşı qaydanı pozmuşdu. Belə bir standart vəziyyətdən də maksimum istifadə etmək istəyir Şimali Makedoniya komandasının futbolçuları. Artıq mərkəz müdafiəçilərindən biri də irəlidədir. Nikolovska. Cərimə zərbəsini bir qədər də hətta irəli getməsini istəyir komanda yoldaşlarının. Nikolovska bu qapıya doğru endirilən bir zərbəyə bənziyirdi.
O da yaxşı alınmadı. 63-cü dəqiqə millimizin minimal hesablı üstünlüyü davam edir. Mirzəliyeva. Şərifova. Mirzəliyeva. Top Cəfərzadəyə çatmadı. Nikolovska. Daha sonra isə Seyfəddinova. Açarla oynuyor. Sevinç Cəfərzadə sona qədər mübarizə aparacaq sözsüz ki. Amma burada Nikolovska da səhv edir. Seyfəddinova və qayda pozuntusu əks tərəfə verilir. Bəli. Seyfəddinova yıxıldı. Hakimin fitinin səsləndirilməsini gözlədi. Əslində bu baş verdi, amma məhz Seyfəddinovanın 50 oyununa görə. Paneva topladı. Mejər. Ondan mərkəzə Beliçkov istiqamətində dəqiq olmadı. Sevinç Cəfərzadə daha soyuqqanlı oynamaq olardı burada. Bir qədər sanki tələsdi. Amma hücumumuz davam edir. Bozdaq. Sol cinahı ötürməsi. Yeliz Açar çatdı topa. Qapı qarşısına ötürür. Və növbəti ötürmə. Cəfərzadəyə zərbə imkanı vermirlər. Əliyeva bu dəfə dəqiq oynaya bilmədi. Məhsumov özünü çatdırdı. Qonaq komandanın hücumu davam edəcək. Qalabovska. Ondan mərkəzə tərəf. Maksutiyə top çatmır. Nəhmədova yaxşı oynayır orada. Məhsumova. Mollayeva. Coşqun Əliyeva. Əliyeva irəliyir və Sevincin hərəkəti istiqamətində. Paneva. Yenə Əliyeva. Yaxşı qəbul edə bilmədi topu. Mejər. Markovska. Bir qədər əvvəl meydana çıxan Boşeska. Maralda artıq yarım müdafiənin sağ cinahında Petkov oynuyor. Hərçənd cinah müdafiəçisi kimi başlamışdı. Burada isə hakim qayda pozuntusu qeydə alır. Mana Mollayevanın qaydanı pozduğunu bildirir. Referi, futbolçularımız narazıdır bu qərara görə. Təkrara baxırıq. Top uğruna bir mübarizə gedirdi. Və referin fikrincə burada Mollayeva rəqibini itələmişdi. Qadın futbolunda bu cür mövqelər xüsusilə təhlükəli sayılır. Maksuti cərmə zərbəsini yerinə yetirməyə hazırlaşır. 3 nəfərdən ibarət canlı sədd qurulub. Maksuti birbaşa qapıya tərəf vurur və Şərifova tutdu. Tezdə başlamaq istəyir hücumu. Amma hələ ki irəlidə çoxala bilməmişik. Mirzəliyeva. Boşeska. Bozdaq. Mollayeva yaxşı. Gördü cinahda Məhsumovanı, amma Mejər özünü çatdırdı. Out. Rəqib komandanın baş məşqçisi Aleksandr Andov çox məyus görünür. Çox əsəbidir futbolçularına. Mejər. Mejər aldı topu. Məhsumova mübarizəsini davam etdirir və Mejərdən çıxdı. Əhmədova. Əliyeva, yaxşı dönür Əliyeva. Hələ də mübarizəni davam etdirir. Məhmədova uzaqlaşdırdı topu təhlükəli zonadan. Mollayeva.
Veliçkova bu mübarizəni uduzur. Mollayeva yaxşı saxlayır top özündə. Məsimova. Məsimova yenə cinahla irəliyir. Məhsuldar ötürmənin müəllifi olub bugün. Ona qarşı qayda pozuldu. Komandamız cərmə zərbəsi yerinə yetirəcək. Çox maraqlıdır. Siyasət Əsgərov nə vaxt öz gedişlərini edəcək. Hələ ki, fəal şəkildə isimli hərəkətlərini yerinə yetirən bəzi futbolçuları görürük kənarda. Sevinç Cəfərzadə isə bu standart vəziyyəti də yerinə yetirəcək. Maçın 68-ci dəqiqəsi yekunlaşdı. Belə bu anda sözsüz ki, ikinci qolu vura bilsək, həqiqətən də böyük, çox ciddi üstünlük qazanacaq. Cəfərzadədən qapı qarşısına və Mollayevanın zərbəsi dəqiq olmadı. Mollayeva hamını qabaqlamışdı cərmə meydançasında, amma istədiyi kimi zərbə endirə bilmir. Boşeska. Paneva. Sol cinaha Mejerlə oynayır. Əliyeva dərhal yaxınlaşdı ona. Məsimova Maksutini qabaqlayır. Əliyeva bir qədər geri. Əhmədova və bu hərəkətə görə də sarı vərəqə. Meydana sonradan çıxan Yovana Pavlovskaya. Bir daha baxırıq. Artıq Əhmədova topu uzaqlaşdırmışdı və belə bir anda həqiqətən çox təhlükəli oynamışdı. Pavlovska və sarı vərəqə ilə cəzalandırıldı. Həkimlər meydandadır. Çox ağrılar çəkdiyi hiss olunur futbolçumuzun. Ümid edək ki, ciddi nəsə yoxdur. Hələ ki, həkimlərdən bir rəy gözləyir məşqçilər heyəti. Müdafiə xəttinin önəmli oyuncularındandır Əhmədova. Sözsüz ki, onun zədələnməsi bir qədər məşqçilər heyətini də qayıqlandıra bilər. Ayağa qalxır. Çıxartmaya da bilərsiniz ha onu. Onu sarı kartdan çıxartmaya da bilərsiniz. İndi meydandan çıxmaya da bilər əslində Əhmədova. Əgər özündə güc hiss edib davam etdirə bilirsə, çünki rəqib oyunçu da sarı vərəqə ilə cəzalanıb. Amma hələ ki axsıyır. Ağrılar da hiss edir. Amma mübarizəni davam etdirəcək. Bax, belə əzmkarlıq göstərir bugün futbolçularımız. Əhmədova top oyuna daxil etdi. Mollayeva. Paneva. Məsimova topun meydandan çıxmasına imkan yarattı. Yenə də Əhmədova yerinə yetirəcək. Ola bilsin ki, uzun out atışlarını bugün tez-tez görmüşük. Rəqibin cərimə meydançasına tərəf ata bilər. Şimali Makedoniya komandasında isə növbəti dəyişiklik hazırlanır. Bu barədə bir qədər sonra gəlin hələlik komandamızın hücumunu izləyək. Əhmədova. Əhmədovadan cərimə meydançasına. Mollayevadan top keçir. Cəfərzadə. Top qapıdan aralı keçdi. Yaxşı düşünmüşdü, amma zərbəsi istədiyi kimi alınmadı. Dərhal başladı qonaqlar. Və Əliyeva ilə oynayır. Sonra isə topu itirdi. Maksuti. Paneva. Mejer.
Dönme sahip, dönme. Maksuti. Çömele, ikili. Məsumova, Çömele. Pavlovska. Oynama. Pavlovskanın ötürməsi və son anda Dikkatli, Nikolovska topa Ayşe. çata bildi. Markovskadan sağ cinaha. Petkova. Ötürmə qapı qarşısına Mirzəliyeva yaxşı oynayır. Yeliz açar. Seyfəddinova qaydanı pozmayıb. Davam etdirmək lazımdı oyunu. Boşeska. Cəfərzadə Mollayeva çatmadı topa. Sevinç cinahı dəyişir. Amma Coşqun Əliyevadan da keçi top. Mejer mərkəzə tərəf Mirzəliyeva və Əhmədov uzaqlaşdırır. Yaskana hazırlıyor. Yaskana Yenə də hazırlıyor. Şimali Makedoniya komandası hücumdadır. Pavlovska. Gol eleme. Pavlovska bitirdi topu. Məsimova. Nəhmədova. Out. Dikkatli, dikkatli. Şimali Makedoniya komandasının heyətində dəyişiklik. 14 nömrəli futbolçu Eva Veliçkova meydandan çıxır və onu Elena Paneska əvəzləyir. Şimali Makedoniya millisinin heyətində dəyişiklik. 15 nömrəli yarım müdafiəçi. 14 nömrəli oyuncu Eva Veliçkovskanın əvəzinə meydana, 15 nömrə Yelena Paneska daxil olur. Substitution Ross Makedoniya. Out player number 14 Eva Veliçkovska. Meydana çıxan kimi də dərhal Maksuti istiqamətində ötürmə. Mirzəliyeva. Top Maksutiyə dəyir. Mollayeva daha sərt xarakter alır. Mübarizə daha fikir verirsə sərtləşib meydanda. Xüsusilə Şimali Makedoniya komandasının futbolçuları Haydi. hətta bəzən kobudluq da edirlər. Necə ki bir qədər əvvəl Pavlovska buna görə sarı vərəqə ilə cəzalandı. Məsimova Gel, gel, gel. çatdırdı özünü topa. Pavlovska qarşısında. Məsimovdan mərkəzə. Cəfərzadə yenə sağcına. Bozdaq. Cərmə meydançasına tərəf ötürür. Rəqib müdafiəçilər də burada səhv etmişdilər. Yenə Bozdaq. Bozdaq əla oynayır. Out komandamızındır. Və yeri gəlmişkən millimizin heyətində də dəyişiklik olacaq. Nərgiz Hacıyeva meydana çıxacaq Coşqunə Əliyevanın əvəzinə. Maçın 76-cı dəqiqəsidir. Hər saniyə, hər dəqiqə keçdikcə komandamız qələbəyə çox yaxınlaşır. Nərgiz Hacıyeva 13 nömrəli futbolçu meydandadır. Əhmədova, Mollayeva və burada Cəfərzadə topa toxuna bilmədi. Paneva. Yenə sol cinaha Paneska. O dəqiqə oynamır. Bozdaq toxunmuşdu. Out. Və yenə də Paneska. Dikkatli. Mejer yaxınlaşdı ona. Bir qədər geridə Paneva top gözləyir. Paneska isə bacardıqca irəli getdi sonra. Outdan atdı topu. Və yenə təkrarlamalıdır. Davay, davay, Çile, davay. Mejer. Paneska meydana çıxandan sonra Mejeri biz daha çox mərkəzdə görürük. Mirzəliyeva. Seyfəddinova. Yenə də texnika və sürət nümayiş etdirə bilər bizə. Amma tələsmədi. Geri oynayır Mollayeva. Sağ cinaha dəqiq deyil. Paneska da səhv edir. 14 nömrəli oyuncu Coşqun Əliyevanın əvəzinə meydana, 13 nömrəli oyuncu Nərgizdən ötürmə. Məsimova. Məsimova qapı qarşısına zərbə və hücum davam edir. Yenə Məsimova sevinç və gol! 2-0. 78-ci dəqiqə. Yenə kapitan Sevinç Cəfərzadə fərqlənir.
Və artıq yavaş-yavaş qələbə haqqında düşünə bilərik. Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya komandası ilə görüşdə artıq 2-0 hesabı ilə öndədir. Həqiqətən qadın futbolumuzda bəlkə də hazırda ən yaxşı dövrləri keçiririk. Komandamızın heyətində ümumiyyətlə yaxşı bir heyət formalaşıb. Bir sıra futbolçularımız legioner həyatı yaşayırlar. Müxtəlif çempionatlarda, hətta Almaniya Bundesligasında çıxış edən bir futbolçumuz var. Amma sözsüz ki, hədəflər bundan da böyükdür. Daha da inkişaf etmək, daha yüksək ligalarda və klublarda oynamaq və ən əsası milli komandamıza töhfə vermək. Necə ki, bugün Azərbaycan seçməsi Şimali Makedoniya yoması ilə görüşdə artıq 2-0 hesabı ilə önə keçib. Hər iki qolun müəllifi Sevinç Cəfərzadədir. Mirzəliyeva. Out. Boşeska. Maksuti. Petkova. Çatdı topa. Mirzəliyeva qarşısında. Ötürməsi səhv alınır. Seyfəddinova. Seyfəddinova və hakim yenə də qayda pozuntusu qeydə almır. Odur ki, qonaq komanda hücumu davam edir. Boşeskan ötürməsi alınmadı. Sevinç Cəfərzadə yorulmadan irəlidə pressing tətbiq edir. Yenə kapitan topla sol cinahla oynuyor. Seyfəddinova bir qədər irəli buraxdı topu və Boşeska da onu kənara vurur. Mirzəliyeva hazırlaşır. Out yerinə yetirməyə. Mərkəzə tərəf ötürmə. Məsimova. Cəfərzadə. Nəhmədova da hücuma qoşuldu. Hətta zərbə də indirir belə bir anda. Amma o qədər də uğurlu alınmır onun bu zərbəsi, bu cəhdi. Paneva. Pançurova. Mollayeva. Bozdaq və ona qarşı qayda pozulur. Burada da sarı vərəqə göstərmək olardı əslində Şimali Makedoniyalı futbolçuya. Amma məncə hakim bir qədər güzəşdə getdi. Təkrara bir daha baxırıq. Artıq cərmə meydançasına doğru irəliləyir də futbolçumuz. Hətta zərbə mövqeyinə də çıxa bilərdi və bu anda rəqib müdafiəçi qaydanı pozdu. Hər halda cərmə zərbəsindən də fərqlənmək mümkündür. Kifayət qədər təhlükəli mövqeydir bunun üçün. Meydana sonradan çıxan Nərgiz Hacıyeva topun yanındadır. Niyə də üçüncü qol olmasın? İşarə verildi. Hacıyevanın zərbəsi top canlı sətdən qayıdır. Və daha sonra Paneva uzaqlaşdırdı. Hacıyeva. Bozdaq. Seyfəddinova. Cəfərzadə. Yenə Hacıyeva, Mollayeva. Çox yaxşı top saxlayır komandamız. Nəhmədova. Məhsumovadan ötürmə. Bozdaq topa çatmır. Out. Panevadan çıxdı. Hacıyeva yerinə yetirəcək. Nərgiz Hacıyeva.
Bir qədər əvvəl cərimə zərbəsindən fərqlənmə imkanı var idi, amma onun zərbəsindən sonra top rəqib futbolçulara dəydi. İndi isə Bozdağ topu saxlaya bilmir. Komandamızın heyətində isə daha 2 dəyişiklik olacaq bir qədər sonra. İki futbolçumuz yıxılır, amma hakim digər tərəfi göstərir. Bu qayda pozuntusuna görə Sevinç Cəfərzadə xəsarət alıb, hələ ki həkimlər də onun yanındadır, komanda yoldaşları da. Bugünkü maçın əsas qəhrəmanıdır. Vurduğu 2 qolla. Bax, bu da epizodun təhkarı. Top qonaq komandada olacaq, amma zədələnən bizim futbolçudur. Belə bir epizod yaşandı. Və indi məşqçilər bir qədər gözləyirlər. Siyasət Əsgərov bildirdi ki, hələ gözləmək lazımdır. Görək, Sevincin vəziyyətiniz olacaq. Dəyişiklikləri bundan sonra buna uyğun reallaşdırmaq istəyir və bəli, həkimlər bildirir ki, yox, fikirlərini dəyişdirlər. Deyəsən, Cəfərzadə meydanda qalacaq. Çox güman oynamaq istəyir futbolçumuz. Çıxmaq istəmir və deyəsən Sevinç Cəfərzadə meydanda qalacaq. Növbəti dəyişikliklərə icazə verilib. Əvvəlcə Şimali Makedoniya komandasının niyyətində Nikolovska, Pavlinka Nikolovska meydandan çıxır. Mərkəz müdafiəçisi. Onu əvəzləyən Katerina Petkovadır. Və elə onun həm soyadı Boyana Petkova meydandan çıxır. Əvəzində isə Kalina Popeski oyundadır. O da elə sağ cinahda mübarizə aparacaq. Milli komandamızın heyətində isə Seyfəddinova əvəzlənir. Yaxşı oyun keçirdi o da. Əsədova meydandadır. Xanım Əsədova. Və elə həmin cinahda çox fəallıq nümayiş etdirən Yeliz Acar da kənara gəlir. Yeliz Acar və meydana çıxan futbolçu Aysun Muradovadır. Oyun bərpa olundu. Sevinç Cəfərzadə meydana qayıtmaq istəyir və hakim buna icazə verdi. Boşeskanın qüvvətli zərbəsi top qapının üstündən keçir. 87-ci dəqiqə oyun sona yaxınlaşır. Çox güman bir qədər əvvəlki dayanmaya görə də əlavə vaxt olacaq. Mollayeva, Bozdağ top ona çatmadı. Və yenə müdafiədən başlayırlar. Boşeska, Mejer. Mejer cinahı dəyişir, sol tərəfə ötürməsi. Nərgiz Hacıyeva da buradadır və mane ola bildi rəqibinə. Paneska'nın irəliləməsinə imkan vermir. Sonra isə Nəhmədova yaxşı oynadı. Qapıdan zərbə olacaq. Şərifova. Mirzəliyeva. Yenə Şərifova topladı. Pavlovska ona yaxınlaşırdı. Şərifova topu irəli vurdu. Paneska. Maksuti.
Pavlovska və sağ cinaha ötürmə. Muradova hakim oyunu saxlayır. Əhmədova qaydanı pozub onun fikrincə. Və Şimali Makedoniya komandasının futbolçuları cərimə zərbəsini yerinə yetirəcək. Topun yanında Aleksandra Markovskadır. Paneska solda hələ ki tək qalıb. Ola bilsin indi futbolçularımızdan biri o istiqamətə gedəcək. Amma cərimə zərbəsi artıq yerinə yetirilib. Kifayət qədər də təhlükəli alındı, amma top qapıdan aralı keçir. Şərifova. Nəhmədova. Nərgiz Hacıyeva. Nəhmədova. Yenə qapçıya qaytarırlar topu. Şərifova. Ondan mərkəzə tərəf. Mollayeva. Əla qəbul edir topu. 2 rəqib oyunçunun əhatəsində bitirdi. Hacıyeva. Paneska. Mejer. Maksuti. Maksuti irəliləyir. Onun ötürməsi və Sevinç Cəfərzadə müdafiəçilərə də kömək edir. Hacıyeva, Mollayeva. Nəhmədova top irəli vurdu. Paneva, Mollayeva. Əllə oyun, yenə hakim davam etdirir. Sevinç. Məhsimova. Əsədova. Əsədova. Gənc, çox sürətli futbolçudur. Əsədova. Əla hərəkət. Bozdaq. Offsayda düşür. Oyundan kənar vəziyyət qeydə alınır. 90-cı dəqiqədir artıq. Bu da epizodun təkrarı. Bəli. Bozdaq rəqib müdafiəçilərdən öndə idi. Mirzəliyeva. Əsədova. Yenə təzyiq göstərdi rəqibə. Və maçın ikinci hissəsinə 6 dəqiqə əlavə olunur. Bu da əslində gözlənilən idi. Dayanmalar var idi. Və indi sakit bir şəkildə oyunu qələbə ilə başa vura bilər komandamız. Yenə Sevinç Cəfərzadə. Əsədova meydana çıxandan sonra sanki bir qədər dərinlikdən, geridən oynayır. İndi isə Muradova əla oynadı. Onun ötürməsi cərimə meydançasına tərəf. Küncdən zərbə olacaq. Bu da bir qədər bizə vaxt qazandıracaq. Hətta deyərdim ki, bu standart vəziyyətdən istifadə edib daha bir gol vurmaq olar. Daha böyük hesablı qələbə. Turnirin sonlarında əlavə qollara da ehtiyac duyula bilər. Ona görə də belə anlara da çox diqqətlə, əsaslıqla yanaşmalı futbolçularımız. Əsas vaxt əlavə olunan ikinci dəqiqədir. Hacıyeva küncdən zərbəni yerinə yetirir. Hacıyevadan qapı qarşısına və son toxunuş rəqib oyunçulardan idi. Küncdən daha bir zərbə olacaq. Bu dəfə fərqli şəkildə yerinə yetirir komandamız. Yaxın küncə bir qədər əvvəl top ötürülmüşdü. Görək bu dəfə necə olacaq? Hacıyeva və hakim hələ ki gözlüyün deyir. Çünki cərimə meydançasında futbolçular arasında bir mübahisə düşmüşdü. Amma belə anlar əslində cərimə meydançasında tez-tez olur. Bəzən görürsən ki, hakimlər də
onları sakitləşdirməyə çalışırlar və epizoda da sözsüz diqqətlə izləyirlər. Hacıyevanın ötürməsi cərimə meydançasına, Mollayeva zərbə və son anda rəqib qapçı qola mane oldu. Dançurova imkan vermədi, amma müdafiədən çıxmağa da qoymuruq Şimali Makedoniyalıları. Mirzəliyeva. Mirzəliyevadan cərimə meydançasına, Mollayeva sakit oynamaq olar. Məsumova yanındaydı. Və o da lap geridə olan qapçı ilə oynayır. Şərifova. Sol cinaha. Mirzəliyeva. Muradova. Yenə Şərifova. Artıq hiss olunur ki, Şimali Makedoniya komandası da bu məğlubiyyətlə barışıb. Məsumova uzun ötürmə irəli. Əsadova yenə sona qədər mübarizə aparacaq. Panevanı qabaqlaya bildi. Əsadova topu yələndi və küncdən daha bir zərbə qazanır. İki dəyişiklik komandamızın heyətində. Mollayeva oyunun ən yaxşılarından biri və hətta ikincisi də meydandan çıxır. Növbəti oyun üçün sözsüz ki, bu futbolçulara istirahət lazımdır. Belə bir anda Siyasət Əsgərov iki futbolçunu əvəzləyir. Məsumova da kənardadır və əvəzində Ayşən Salamzadə və Kristina Bakaradze meydana çıxır. Hacıyeva. Onun ötürməsi qapı qarşısına. Top kənara çıxır. Son dəqiqə yarım. Vaxtında müdafiəyə qayıtdı futbolçularımız. Bozdağ ümumiyyətlə rəqib komandanın meydan mərkəzini keçməsinə də imkan vermir. Və qayda pozulur. Ayşən Salamzadəyə qarşı. Nəhmədova. Artıq qonaq komandadan irəlidə çox da pressing də görmürük. Sanki onlar da maçın yekunlaşmasını istəyirlər. Bugün həqiqətən də Azərbaycan millisinə qarşı onlar çox çətinlik çəkdilər. Futbolçularımız maçın əvvəlindən bəri əla mübarizə apardı. İstər taktiki cəhətdən, fiziki cəhətdən, ümumiyyətlə hər tərəfli hiss olunurdu ki, futbolçularımız boyuna hazırdır. Hətta bununla da son saniyələrdə dayanmaq istəmirlər və daha bir qol imkanı yarana bilər indi. Bakaradze, onun ötürməsi, Hacıyevadan qapı qarşısına və müdafiəçilər uzaqlaşdırırlar. Əsas vaxtda əlavə olunan dəqiqələr də bitib, amma indi Şimali Makedoniya komandasının hücum imkanı Mirzəliyeva və Əhmədova irəli vurur. Muradova. Sevincdən irəli. Yenə Əsadova qabaqlayır rəqibini. İndi komanda yoldaşlarını axtarır. Əsadova bir aldaca hərəkət. Amma onun topu ötürdüyü zonada komanda yoldaşlarından heç kim yox idi. Və beləliklə maçın final fikri səslənir. Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya kollektivinə qalib gəlir. 2-0 hesablı qələbə qazanırıq. Hər iki qolu millimizin heyətində Sevinç Cəfərzadə vurdu. Birini ilk, ikincisini isə ikinci yarıda. Həqiqətən çox gözəl oyun nümayiş etdirən komandamız bu dünya çempionatının seçmə mərhələsinə yaxşı başlayır və bundan sonraki maçlarda da təbii ki, hədəf maksimum olacaq. Uğurlar arzulayırıq
millimizə. Bugünkü növbəti görüşlərdə də bugünkü matçı isə sizin üçün Nurlan Hacıyev şərh edirdi. Rejissorumuz Sənan Şahgəldiyevdir. Əməyə keçən hər kəsə minnətdaram. Yenidən görüşmək ümidi ilə sağ olun.